Artıq ölkənin hər bir yerində, müxtəlif küçə və prospektlərində, eləcə də qəzet və saytlarda müxtəlif bankların müxtəlif şərtlər altında verdiyi kredit reklam çaxlarına rast gəlmək olar ki, bu da artıq adi bir dəb halını alıb. Yumurta qiymətinə kredit, pensiyacılar üçün nəzərdə tutulan kreditlər və sair kredit şərtləri. İlk əvvəl onu bildirək ki, Unibank Azərbaycan istehlak bazarına süni qiymət qaldırılması ilə məşğuldur. Belə ki, Azərbaycanda yumurta qiymətinə kredit verdiyini elan edir. Bir yumurtanın qiymətinə, yəni 15 qəpiyə kredit. Bildirək ki, Azərbaycanda yumurtanın qiyməti 15 qəpik yox, 9-10 qəpik arası təşkil edir. Unibank da süni şəkildə yumurtanın qiymətini 15 qəpik göstərməklə yumurta satışı ilə məşğul olanlara şans verir ki, yumurtanın qiymətini qaldırsınlar. Unibankın reklam çaxlarında yumurtanın qiymətini 15 qəpik göstərməsi ölkə rəhbərliyinin yumurtanın qiymətini süni şəkildə qaldırması ilə bağlı məlum çıxışına ziddir. Prezident müşavirələrin birində yumurtanın qiymətini süni şəkildə qaldıranların cəzalandırılacağını demişdi. Lakin Unibank bu cür reklam çarxı verdiyinə görə cəzalandırılmır. Yumurtanın qiymətini süni şəkildə şişirdənlər məsuliyyətə cəlb olunsunlar, cinayət məsuliyyətinə cəlb olunsunlar, cinayət işi açılıbdır və bunu edənlər öz cəzasını alacaqlar. Bu nədir? Burada süni şəkildə qiymətin qaldırılması ilə məşğullar. İndi yumurta sadəcə bir pozisiyadır. Başqa sahələrdə, bayram ərəfəsində qiymətlər qalxır. Nə üçün? Bilirsiniz, məsuliyyət olmalıdır. Bir də vicdan olmalıdır. Göründüyü kimi, Unibank rəhbərliyi ölkədə heç kimdən çəkinmədən süni qiymət artımı edir. Yalançı reklam çarxları ilə əhalini aldadır. İndi isə Unibank tərəfindən əhalinin üzləşdiyi kreditlər haqqında verdiyi yanlış məlumatlar haqqında danışmaq istəyirik. Unibankın zaminsiz, iş yerindən arayış olmadan, aşağı faizlə reklam edib müştəriləri şirikləndirmək kimi adətləri var. Unibank müxtəlif kredit növlərlə əhaliyə xidmət göstərir. Lakin vətəndaşlar bu bankın onlara göstərdiyi xidmətdən daha çox zərər çəkirlər. Fikrimizi daha açıq ifadə etsə, deyə bilərik ki, Unibank bu məsələdə müştərilərini aldadır. Faiz həddindən artıq çoxdur. Həddindən artıq çoxdur. Yəni, bugünkü günə aldığımız maaş faizi ödəmir. Yəni, xarici deyirik, xarici, məsələn, Avropa belə. Məsələn, Avropada az faizdir. Yəni, bizim aldığımız bugünkü günə, real aldığımız maaşla bankların faizi uyğun gəlmir. Heç cürə uyğun gəlmir. Heç cürə. O şeydir, o yumurta qiyməti, nə bilim, nə qiyməti. Bu, millətin başını allatmaq üçün bir şeydir. Çox sağ ol. Eləmir, çünki böyük faizlər çox böyük. Həddindən artıq. Mənim qonşum istədi götürsün, 25-30 faiz. Deməli, 1000 manat pul götürür, 2 ilə 3000 manat pul alır. Neyinə lazımdır onu gedib o bankdan pul götürsün? Onun üçün xeyri yox. Unibank bizi aldadır. Gedirsən banklara, bizi aldadırlar. Səhv cavablar verirlər. Televizorda başqa şey, realda başqa şey. Realda başqa şeylər verirlər. Yəni düzgün deyil. İnsanları aldatmasalar daha yaxşı. Yəni yüksək faiz dünyanın heç bir ölkəsində belə vətəndaşa bir cür münasibət yoxdur. Yəni təbii ki, Azərbaycanda bu gətir məkanı Azərbaycan xalqına xidmət eləmədiyinə görə orada verilən reklamlarında Azərbaycan xalqının mənafeylərinə xidmət eləmədiyi gəlib aydındır. Çünki Azərbaycanda bütün banklar krediti 30%, 27%, 23% civarında verirlər. Bunda yəni televiziyanın və yaxud da başqa kütlə informasiya vasitəsinin hansı formada reklam edilməsindən bütün bank faizləri bu səviyyədir. Bu absurddur. Azərbaycan cəmiyyətini almaq, Azərbaycan cəmiyyətini şirinlikləndirib tora salmaqdan başqa bir şey deyil. Bəzi banklar ki, məsələn 6 aya 6% endirimlə təklif edirlər. Onlar da sadəcə olaraq orada bildirmirlər ki, bu faiz dərəcəsi hansı faizdən 6% endirim edirlər. Ondan da başqa və illik verirlər, yoxsa faktiki verirlər. Əslində çox yüksək faizlə verirlər. Bizim əhalinin ümumi gəlirləri ilə müqayisədə hansı gəlirlər, o kreditləri vermək demək olar ki, mümkündür. Demək olar, əksər əhali üçün qeyri-mümkündür. Xüsusən də o sizin dediyiniz pensionerlər, əhalinin o az təminatlı hissəsi üçün o kreditlərin verilməsi demək olar ki, əhalini soymaqdan başqa bir şey deyil. Bu bankdan narazı olanlar redaksiyamıza məktublar ünvanlar və bu bankın əhalinin aldadılmasını kulminasiya həddinə çatdığını bildirirlər.
Biz də bununla əlaqədar olaraq yaxınlıqdakı Unibankın Memar Əcəmi filanına üz tutduq. Unibankın filanında müştəri əlindən tərpənmə olması da müştərilərin narazı halda bankı tərk etməsi diqqətimiz cəlb etdi. Biz də banka daxil olub elektron növbə tutduq. 1165 saylı qəbzi götürüb gözləməyə başladı. Bankın daxilində çəkiliş aparılmasına icazə verilmədiyindən çəkiliş etmədik. Növbəmiz çatanda bank əməliyyatçısına yaxınlaşıb kredit götürmə istəyimizi bildirdi. Bank əməliyyatçısı isə bizə bildirdi ki, iş yerindən arayış, dövlət işi olmaq şərti ilə 3-4 ev telefonunun nömrəsi və eləcə də 3-4 mobil nömrə digər sənədlər tələb etdi. Biz bildirdik ki, axı sizin reklam çarxlarınızda belə deyilmi? Bank əməliyyatçısı isə bildirdi ki, bu sadəcə reklam çarxıdır və əhali müraciət etsin. İş yerimizin qəzet və TV olduğunu bildirsək də xeyri olmadı. Bizdən yalnız dövlət müəssisəsindən arayış istənildi. Özü də yüksək maaş göstərmək şərti ilə. Biz niyə əhalini yalançı reklamlarla aldadırsız deyərək etirazımızı bildirdi və həmin anda bankın mühafizəçiləri bizi bankdan uzaqlaşdırdı. Beləcə biz də reklam çarxı ilə Unibanka müraciət edərək aldadılan digər müştərilər kimi bankı tərk etdi. Bundan əlavə, bankın reklam çarxlarında istənilən yaş təbəqəsi üçün banklar tərəfindən kreditlərin verildiyi izah olunur. Məsələn, götürək elə son vaxtlar pensiyaçılar üçün nəzərdə tutulan kreditləri. Reklam çarxlarında istənilən pensiyaçının bu imkandan yararlanma hüququ göstərilir. Amma reklamı inanıb kredit almaq üçün banka müraciət edəndə şərtlərin tam fərqli olduğu aydınlaşır. Əslində isə kredit qocalığa görə deyil, əmək təcrübəsinə görə pensiyaya çıxanlara şamil edilir. Bəs əgər belədirsə, bank niyə reklam çarxlarında yanlış məlumat yerləşdirir? Bugün Unibankın müəyyənləşdirdiyi kredit faizləri yalnız əhalini aldadıb onlardan artıq vəsait almağa hesablanır. Unibankdan kredit götürən müştərilərin hüququnu tənzimləyən heç bir normativ sənəd yoxdur. Bundan başqa, əhaliyə kreditlərin verilməsi zamanı bank müştərilərdən komisyon xərc tələb edir. Halbuki, xırda məbləğdə kredit götürənlər deyil, böyük məbləğdə pul götürənlərdən komisyon xərclər alınır. Unibankın bu məbləği kredit alanlardan tələb etməklə banka müraciət edənləri aldatmış olur. Müştərilərin hüquqları ayrıca bir qanunla qorunur. Yəni bu qanun bir qayda olaraq istehlak kreditləri haqqında qanun adlanır. Yəni burada ümumilikdə götürəndə bankla müştəri arasındakı münasibətlərin hüquqi çərçivələri, sonra öhdəlikləri, həm bankın, həm müştərilərin olan vəzifələri öz əksini tapır. Azərbaycanda da belə bir qanunun qəbuluna ehtiyac var. Heç səhv məlumatın verilməsindən getmir, həm də natal məlumatın verilməsindən gedir. Bank, hər hansı bank reklam çarxı yerləşdirir və orada göstərir ki, mən filan faizlə kredit verirəm və bu faizə belə deyək, inanıb banka müraciət edən şəxs əlavə komisyon haqqlarla üzləşməli olur və bunun özü də insanların aldadılması deməkdir. Qeyd edək ki, komisyon xərclər beynəlxalq bankçılıqda mövcud olsa da, bu məbləğ yalnız böyük həcmli kreditlər verilərkən alınır. Eyni zamanda bu məbləğ kiçik olur. Məsələn, Avropa bankçılığında ən iri komisyon xərc 5%-dən artıq deyil. Azərbaycanda isə bu 7%-dir. Əldə etdiyimiz faktlar deməyə əsas verir ki, Unibank əslində əhaliyə xidmət göstərmək üçün deyil, vətəndaşları aldadmaq uğrunda fəaliyyət göstərir. Qeyd edək ki, Azərbaycanda banklar haqqında qanun var, amma bu qanun layihəsi Unibankda müştərilərin deyil, daha çox bankın mənafəyinə xidmət edir. Unibank haqqında araşdırmalarımız davam edir. Dəyənət Ərzarsoy, Əlirza Muxtar, Gündən Xəbər TV.